Rusiya iyunun 7-sində Paşinyanı devirmək istəyir. Gizli sənədlər yayıldı. Belə ki, İsveçin müstəqil jurnalistika platforması Blankspot Rusiyanın Ermənistana dair gizli sənədlərini ifşa edib. Today Press TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. 2026-cı il üçün Paşinyan əleyhinə iş proqramı adlı sənəddə Moskvanın iyunun 7-sində Ermənistanda keçiriləcək parlament seçkilərində mövcud hakimiyyəti necə devirməyi planlaşdırdığı ətraflı şəkildə izah olunur. Sənədə görə Moskvanın əsas məqsədi qarşıdan gələn seçkiləri baş nazir Nikol Paşinyana qarşı etimadsızlıq referendumuna çevirməkdir. Qeyd edilir ki, Rusiya Ermənistan baş nazirini siyasi nüfuzdan salmaq və hökumətin ictimai rəyə təsirini məhdudlaşdırmaq üçün əlindən gələni etməyi planlaşdırıb. Sənəddə Moskvanın hansı müxalifət qüvvəsinə üstünlük verdiyi göstərilməsə də, ictimai rəyə təsir etmək üçün müvafiq vasitələrə əl atmasına diqqət çəkilir. Sosial şəbəkələrdə Rusiyapərəst tezislərin həcmini 3 dəfə artırmaq, gündə 1 milyon baxış sayını 3 milyona çatdırmaq planlaşdırılıb. Rusiyapərəst rəy liderlərinin sayı da 15-dən 40-a qədər artırılmalıdır. Blankspot bildirir ki, sənəd Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olan bir şəxsin haker hücumu nəticəsində ələ keçirilib. Ekspertlər xəbərdarlıq edirlər ki, bu təkcə klassik təbliğat üsulu deyil, inamsızlıq toxumlarını səpməyə yönəlmiş sosial yönümlü mühəndislik işidir.